bağlı bu elmi etüdlərdən onun cinsi, nə zaman, kimə və necə sunulduğunu, necə təqdim edildiyi hələ ki müəyyən edilə bilməyib. Ancaq bilirik ki, demək olar bütün bu dini ənənələrdə Qurban ayına yer verilmişdir. Bu ilahi dinlər, bilirsiniz, səmavi dinlərin ümumi, ortaq qəbuluna görə insanoğlunun ilk qurbanı Habil və Qabilin Allaha sunduqları qurbanlardır. Belə ki, Quranda qədim və yeni ahiddə bu qurban hekayəsindən geniş bəhs edilir, bilirsiniz çoxunuz da. Bəzi müfəssirlər bu qurban hadisəsini belə dəyərləndirməkdədir ki, Qabil payına düşən, yəni onunla evlənməsi lazım olan bacısı ilə evlənmək istəməz və özü ilə eyni bətindən doğmuş olan bacısını eş olaraq almaq istəyir. Və burada ataları Həzrət Adəm çıxan bu problemi həll etmək üçün hər ikisinin də Allaha qurban vermələrini deyir. Və kimin qurbanının qəbul olarsa, onun da istədiyi, dilədiyi qızla evlənmə haqqı olacağını deyir. Beləcə, heyvan çobanı olan Habil ən gözəl, ən yaxşı qidalanmış heyvanını, yəni bir qoçu Allaha qurban edər. Bu məhsulda kənd təsərrüfatla, yəni əkinçiliklə, əkin-biçinlə məşğul olan Qabil isə məhsullarından qalanının artığını, yəni özənsiz artığını Allaha qurban olaraq verər. Allah Habilin qurbanını qəbul edər və bu qəbul edilməmənin əlaməti, işarəsi isə təqdim edilən qəbul edilmənin işarəsi isə, yəni Habilin qurbanını qəbul edər və həmin bu qəbul etmənin işarəti təqdim edilən həmin bu qurbanın ilahi ateşdə, ilahi ocaqda yanmasıdır. Öz qurbanının qəbul edilməyişini həzm edə bilməyən digər qardaş Qabil isə qardaşını öldürür. Bu hekayəni çoxunuz bilirsiniz. Belə ki, ilk qurban təqdimatının dalıyca ilk insan qanı da axmış olur. Və əslində bu ilk insan qanının axıdılması ritualik olmasa da məcazi olaraq ilk insan qurbanı olaraq düşünülə bilər. Bu ilk insan qurbanının həsəd və çəkməməzliyin nəticəsi olaraq bir qadın uğruna olmağı da diqqət çəkicidir.